Nə olmaz mənə? O botda müğənni adamam mən. Sən mənim mahnılarımı eşitmisən. O günləri studiyaya getdim. Dedilər ki, səs tembrun dəyişib. Sigaret çəkirsən, dedim, yox, tərk etmişəm. Dedi, bəs niyə səsin bugündə də? Dedim, 28-də birbirimizi yolurduq. Dedi, kimdən? Dedim, pastayankamdan. Yolduq, töydük birbirimizi, bastıq, döydük birbirimizi. O mənə pis-pis nalayıq sözlər, mən ona nalayıq sözlər. Sonra yıxdım ki, haradasan, çatdın. O da mənə dedi ki, sən də çat evə, xəbər elə mənə. Yazıq uşaq, neynəsin? İynəsi xəstə yola verir, iynəsin. Birini o deyir, birini mən deyirəm. Birini o deyir, birini mən deyirəm. Bir-birimizi döyürük, düzəlirik. Başqa yolumuz yoxdur. Az bu mənim kör açkimdir canım. Ay. Kül mənim başıma. Belə açkilərə pullar tökürəm mən. Qəşəng açkıdır. Prosa Aygün Kəzimovaya oxşadı. Aynurəni tanıyırsınız, sizi çox tərifləyir. Əlbət bir yerdə, Dubayda, Türkiyədə çox olmuşuq. Mənim bacılarım məni tərifləyirsə, biz bir yerdə gedib, tək-tək gedib cüt-cüt qayıtmışıq həmişə. Mənim bacılarım da olar. Mən onlarla fəxr eləyirəm. Aha. Vaqanın anası rəhmətə gedib. Ay xanım, bilirik də, Allah anasına rəhmət eləsin. Allah özünə səbir versin. Düşdü də. Suzu sepi tapdın. Yo, nana şeyəm də, Allah bilir harada düşdü. Məndən bilir. Mən bu dünyada kvartsant qalan adamam. Mən pis mən açkin satırsız, yox. Mən pis mənada demədim, nə danış. Ay Günlar bacı, nə dedim sənə? Günlar bacı, mənim dəyərli bacım, mənim görkəmli sənətkar bacım. Mənim 15 manat 50 köpüyə dırnaq düzəldən bacım. Dahi sənətkar. Nə dedim sənə? Anam 15 sutkada avtoxulqanlığından tutublar. Az anam vardı, o anam yatır. Anam yazıq neynəsin. Anam bilmir foxlu tursu giyir, bilmir ev yığışdırır. Yazıq anam neynəsin. Neynəsin. Əlini yola salıb qəbirstanlığa oturub bizi ilə. Yazıq, neynəsin. Dahi sənətkarın anasıdır o. Özün 15 manata dırnaq eləyirsən. Elə hamınız 15 manatdan başlamışsınız da, kimsiz ki güya. Bütün dırnaq ustaları birinci yalvarmışsınız cəmaata ki 5 manatdan gəl, ondan sonra 100 manata qalxırsınız da. İndi niyə 15 manatlıqla bəyənmirsiniz? Bəli, mən Xırdalanda 20 manata dırnağımı eləyirəm. Siz də elə 5 manatlıq olmuşsunuz, indi qalxmışsınız da. Niyə yadınızdan çıxır ki? Vallahi hamınız 5 manata dırnaq düzəldən qızlar olmuşsunuz. İndi dırnaq 50 manat eləyirsiniz. Heç vaxt keçmişinizi danmayın. Hər bir usta işi qabağa geçsin deyənə ona adam lazımdır. Bəli, ayıb bir şey yoxdur. Burada ayıb niyə? Mən də 10 manata qaş düzəldirdim. 10 manata boyanın pulunu verirdi. Kimsiz ki, güya. Elə danışırsınız ki, elə bir ki, universitetlər qutarıb gəlib dırnaq ustası olmuşsunuz. Neynəmişsiniz ki? 5 manata dırnaq yalvara ona buna demişsiniz, gəliblər yanına, başlamışsınız 2 saata dırnaq eləmişsiniz, öyrənmişsiniz. Bundan utanma, niyə utanırsan ki? Xırdalanda 15 manat eləyirlər dırnaqları, əziyyət çəkirlər qızlar. İndi 50 manat eləmişsiniz də. Heç vaxtı özünüzü, yerinizi danmayın. Olmaz. Cəmaata yuxarıdan aşağı baxmayın. Siz Targovada işləyə bilərsiniz. Amma qızlar var ki, Xırdalanda işləyir 15 manata, 20 manata nə olar? Xətayda 15'ə deyil. Xətayı hara? Xırdalan hara? Xətayının cəmaatı gör. Xətayının cəmaatı pullu adamlardır. Xırdalanda hamısı orta təbəqədir. Durub burada 50 manata dırnaq eləyə bilmərsən, axı gəlməyəcəklər. 50 manata kimdir sənə burada gələn? Burada 20 manata gücünə kipriyə gəlirlər. Kimdir sənin yanva gəlsinlər şeyə? Nədir bu? Dırnağa. Hə, vallahi gəlmirlər.
Saçlarımı çoxaldım. Saçlarım qaynaqdır, mənim deyil ki. Sarı eləmi. Açkini satdım. Hansını aşkım mənim bir tanem. Bu mənim gözlərim görmür ki, mənim 80% görməm yoxdur. Siz pravavızı 10 ildən bir dəyişirsiniz, mən 2 ildən bir prava dəyişirəm. Mən pravanı dəyişməsəm, mənə icazə verməzlər maşın sürməyə. Mən ancaq gözlərimi yoxlatdırmalıyım. 80% görməm yoxdur. Açki hardan? Açkilərimi özüm alıram, pravasını dəyişdirirəm. Amma bilmirəm, bu açki mənə yaraşdı, yoxsa yox, biraz Aygün Kazımova fason oldu. Zəhləm gedir səndən. Ay qardaş, niyə? Sənin xalan oğlu ilə bir yerə xəyanət eləmişəm sizə. Hello əvəzinə tərsən. Qaş eləmirsən, eləyirəm. Niyə eləmirəm ki? Linza, yox, olmaz. Linza mənim gözlərimə dala salır, kör qalaram. Dişlərim yox, zirkon. Əməliyyat mənə olmaz. Çünki mənim gözlərimdə buynuz qışası var. Və bu. Mənim bir gözüm balacadır, bir gözüm böyükdür. Bu gözümdə buynuz qışası var. Və bu buynuz qışası mənim gözümü məhv eləyənə qədər mən gözləməliyəm. 40 yaşından sonra linza qoyacaqlar gözümə. Amma indi olmaz. Ona görə mənim bir gözüm ayrıdır, bir gözüm ayrıdır. Qoymurlar. Qoysaydılar, qurban doktoruydu. Mən həkimi tərifləyirdim, adı nə idi? 1400-1500 manatlı da gedərdim. İcazə vermir. Maşallah, bu nə gözəl. Az ayım gedib, vayım qalıb, nə gözəllik. Ləmuş, öpürəm sən aşkım. Ləmuş doğdun sən. Briz klinika. Taxtınız açıq neçəyədir? Bu 100 manata düzəltdirirəm bunu. Tək bunu. Amma açkilərim bahalıdır. Bunlar bahalıdır. Bunları baha alıram, içini çıxarttırıram, 100 manata bunlardan qoydurtdururam. Toyum, sən mənim kimsən, 2016'da 8 aylıq, 5 aylıq uşaq qarnımda toyum oldu. Az ərinnəndir da, nə vecə, boş ver cəmaatı, sən Allah. 2016'da doğulub da Rəhimə. 2016'nın martında toyum olub, 5 aylıq uşaq qarnımda. Sonradaki Rəhimə də iyunda olub. Funda klinikada sünnət doktoru Elşən doktor. O da çox gözəl doktordur. Mənim oğlumun doktorudur. Funda klinikası dedin, yadıma düşdü. Elşən doktor hamı tanıyır. Uşaqlarınıza lazım olsa mütləq onun yanına gedin. Çox gözəl doktordur. Rabişin doktorudur. Rabiş dünyaya təzə gələndə onun yumurtalıqlarında problem var idi. Suyu çox idi. Onu sünnət eləmədi. Amma başqa klinikalar dedi ki, eləyəcəm. O başqa klinika dedi ki, eləyəcəm. Elşən doktor dedi ki, 6 aydan sonra gəl, suyu çəkilməsə, əməliyyatla suyunu götürə bilərik. Çox savadlı doktordur, çox. Funda klinikada Elşən doktor arıq belə kişidir. Bilmirəm, bığı var yoxsa yox. Amma Elşən doktor. Mən sizə danışıram, 2019 belə. O vaxtlar orada işləyirdi, indi bilmirəm. Bığı yoxdur, yox. Nə bilim, bəlkə var. Gözlərimin rəngi yaşıl. Familiyasını bilmirəm. Elşən doktordur. Əvvəl hərbidə işləyib. Hərbidə həkim işləyib. Soruşun, desə, hə, deməli odur. Öz gözümün rəngidir, bəli. Səhər canını açacağım, biraz satış eləyək. İndirimə qoymuşam dəstləri filan. Hamilə evlənmişsən. Hamilə evlənmişsən, əcəb eləmişəm. Sizdə nə var? Bic bala doğmamışam ki, hamilə evlənmişəm də.
Öz əmim oğlundan qaçmışam. Toyu gedib dolanışmışam. Qarnımda da uşaqla evlənmişəm. Yaxşı eləmişəm. Şantaj eləyib kişini doğmamışam ha. Uşağımın atasıdır. Ne güzel ay bacı. Güzel bir şey değil. Maşallah da deyiləsi bir şey değil. Prosto vəziyyət belə alındı da yani. Normal bir şey de değil. Prosto alındı da belə neyim. Kim istəyər ki yani belə olsun. Yani normal bir şey değil. Yani hamı istəyər ki kızı ədəli tədəli geçsin. Ne bileyim belə. Belə oldu da. Necə qürur duyur. Az dur vızqırt da buradan. Qürur duydum. Deyirəm normal bir şey deyir, qürur duydum. Az sən dalınla qabaq vaid eləyə bilmirsən. Sən necə ərə getdin? Sən ginekoloq sənə deyəndə güc versən necə eləyirdin, neynirdin? Sən necə adamsan sən? Bu boyda dahi sənətkar sənə deyir ki, normal bir şey deyir ki, nə bilim nə. Doğma əmin oğluydu. Yox, doğma əmim qızı idi, getdi cinsiyyətini dəyişdirdi. Halaldır sizə, çox sağ olun. Nəyə görə uşağı özüm doğdum, ona görə. Sonra heç nə, 5 il qaldıq, bir-birimizə baxdıq, xoşumuza gəlmədi, boşandıq. Mod ver, az mod ver. Bilinirdi hamiləliyin toyda, yox, ümumiyyətcə heç kim bilmirdi. Burası qaynanam getdi, tuvaletin qabağında hamıya dedi. Can, çok sağ ol aşkım. Allah başınızdan döksün. İnşallah sabada olmasa bir gün çatdırılma eləyəcəm sizə. Mişka verməliyəm ya xanıma. O da olar. Aha, onda mən bu malları ayrı necə eləyim mənə deyərsiz. Allah hamd olsun qaynanam tuvaletin qabağında oturdu. Hamıya, bütün nəslimə dedi ki hamilədir. Hamilədir, oğlumdan hamilədir, 5 aylıq hamilədir, az nə olsun. Ne olsun? Bilseydim o hele eləyir, ruzi kağızlarını verərdim ona. Az mənim başıma oyun gətirdilər. Toy niye gecələdik? Biz hərləndik mayda. Mayın 21'i mən hərləndim. Ondan sonra biraz geçti. Biz restoran danıştık Mart ayına. Mart'ın 6'sı. Sonra anamla qaynanam qırdı birbirini. Ondan sonra biz qaçdıq. Qaçandan sonra bir yerde qala bilmədik. Oğlan işdən yeni çıxmışdı, pulu yox idi. Hər öz evinə getdi. Mən də evimizə gələndə hamilə idim. Sonra toyumda da toyumdan sonra da böreklərini başladı atqaz eləməyə. Çünki Rəhimənin qanı ilə mənim qanım tutmur. Mən 4 mənfiyəm. Rəhimə 2 müsbətdir. Rəhimə mənim böreklərimi atqaz eləyir. Mən süni doğuşla onu götürməli idim. Amma mən belimi kombiyə tuta-tuta, atapleniya, ağrı kəsici antibiotiklər içə-içə, ağrı. Mənim qızım 8 aylıq doğuldu. 8 ayına yaxın kuvestdə qaldı. Mənə dedilər, iynə vuraq səni, süni doğuş elə, uşağı götürək. Dedim, yox, uşağı götürək nədir? Dedi, yenə də uşağın ola bilər də, yəni. Burada normal bir şey. Dedim, yox. Rəhimə mənim böreklərimi atqaz elədi. Mənim bir klinika var Nizami'də. Bank var orada. Ondan üzbəüz arada. Orada həkim mənə müalicə eləyirdi. Mən havaya çıxmalıydım, amma havaya çıxa bilmirdim. Çünki böreklərim atqaz eləyirdi. Toy şəkillərim yox. Hamısını qazanın içində yandırmışam. Qalmayıb. Amma xalamın albomunda qalıb. 1-2 şəkil var. Amma mən yandırmışam. Peşman da deyiləm. Yaxşı ki yandırmışam. Yəni mən keçmişə qayıtmağı xoşlamıram. Niyə boşandım? Sümüklərim ağrıyırdı. Həm nişanlı, həm qoşulub qaçmaq ayıb deyil. Mən çox ayıb deyil. Samir Bagirov oxşadın, ola bilər.
Əlbəttə əlaqəm var, niyə yoxdur? Gözdən atın bloka. Baş üstə. Attım. Hə, normal bir şey değil, yok. Çok sağ ol aşkım. Normal bir şey değil. Prosta da neyim, hayatım bile getirmedi.